Selamünaleyküm. Ay kız ne istiyorsan ne olur? Saat 7'den durup hara kaçtın? Ne canı hara işe gelmişəm. Bugün pazar günü diye. Ha sen de gurbet müəllim. Zəng elədi ki səhər saat 8'de hamı işdə olsun. Ben de tez geldim ki mühbaladan tez satın. Vaxtım almadan var sağ ol, vaxtım alma. Görürsən tez mən gəlmişəm. Əlbəttə birinci mən gəlmişəm. Gəlməz, heç kim gəlməz. Birinci özüməm. Yes, birinci özüm geldim. Ay durnalar, durnalar. Ay durnalar, durnalar. Ay durnalar, durnalar. Birinci özüm geldim. Buraya açılır. Vaydı be. Vay. Sen burada ne inirsen? Ben dedim ben girmişim birinci ofiseye. Vay Yekək kişisən. Bax gör ayağının altında ne var da? Başım dağıldı sen. Ben ne bileyim, bir şey yatıp orada. O seneyle gelir, birinci bu gelir, birinci bu gelir. Vay. Nece kaça geldim ben. O seneyle gelir. Ataş, sen hele bu zavodda uşaqsan, sen mekbalı boyda, o koca çınarın yanında, müdürün gözüne heç vakit bilmezsen. O benim atamdı, valideynimdi, bəli. Koy gelsin diyeceğim birinci özüm girmişim ofise. Yer anne. Şimdi bakarsan ve geldi müdürümüz. Sabah balı. atam. Ne tez gelmişsiniz? Eşk olsun atama. Ben evde seher yemeğini yemedim, kaçtım geldim işe ki tələsmeyeyim, işe gecikmeyeyim. Buna uşaqdır da deyir ki, səhər yemək nədir? Elə şey yoxdur. Dünənləri atam mənə dedi ki, gecə sabah 8'də bizdə olarsan, mən gecə evdə yatmadım. Yorğanımı döşəmi götürdüm, gəldim zavodun həyətində yattım. Mən bu günlər ümumiyyətlə heç nə eləməmişəm. Nə zaftırım, heç sinməmişəm. Hatta olar mən 5 dəqiqə yaxalanım uvallikin altında. Sən niyə burada yatmısan ay Möhbalı? Axı Qürbət müəllim dedi ki, sabah səhər 8-də hamımız burada olmalıyıq. İndi 15-20 dəqiqə gecikmək olar da, insanıq da. Bir dəqiqə deyəni, sən niyə Qürbət mənim yerinə danışdın? Hayır dayan. Ayka düz değil. Elə mən də onu deyəcəkdim. İndi insanıq da 5-10 dəqiqə gecikə bilərik, ha? Qürbət müəllim, əgər mən gecikmişəmsə, Bəli. insanlıqdan avtomatik çıxıram. Bəli. Xahiş edirəm, bugün mənlə insan kimi rəftar eləməyin. Yaxşı. Biz onu cəzalandırırıq. Dayanın. Özün atsın bulvara. Evet, Dayanın. dayanın. Özünüzü bir ələ alın. Qulaq asın görün nə deyirəm. İndi birazdan efirdən gələcəklər çəkməyə. Bəli. Bir dənə xeyriyyə işi var idi. Bəli. Onu öz üzərimə götürmüşdüm. Çəkmədilər ki, gələk çəkək. Dedim, gəlin çəkin də. Hansı kanal idi? YouTube kanalıdır, siz bilməzsiniz. Nəysə, uzun sözün qısası. Siz yaxşı bilirsiniz ki, mən bu xeyriyyə işləri eləyəndə özümü tərifləməyi sevmirəm. Bəli, Də. atam. Amma siz indi bir-iki kəlmə deyərsiniz. Yaxşı? Boş üstə, sizin haqqınızda danışmaq mənim üçün şərəfdir, mənim atam. Ay, sağ ol. Sizin haqqınızda gözəl sözlər demək, mən o şeylə fəxr eləyərəm. Sağ ol. Mən sizin haqqında o qədər danışaram ki, operatorun kamerasının batareykası qızar, heç o dəyişə bilməz. İcazə verin ata, o kollektiv gələnə kimi səsin rezinin bağlayıb sizin belinizə. Buradan bir rezin bağlaydım, atacam bana. Bir dəqiqə saxla. Ay qoca leş türkü. O nə deməkdir? Sən ağzımı danışığını bilirsən, özüm danışacağım. Şimdi mən danışacağım. Bək mənim haqqında özüm. Dalaşmayın. Ata, icazə verin sizi gireyim deyim. Dalaşmayın. İcazə verin burada işıq qılın. İmkan ver bir sözümü deyim də, nə? Dalaşmayın. İkiniz də danışarsınız, yaxşı? Bəli. Amma mənim haqqımda elə çox danışmayın. Əsas müəssisəmiz haqqında danışın. Vurar mı? Onda xılapışqanı mən vuraram. Hadi nə vursa vur, amma yaxşı danışın. Yaxşı. Özüm həll edəcəm. Yaxşı. Bir də ata, Hasan xidmətə getmək lazımdır. Bir Hasan. Hasan yox, Asan. Hasan xidmətə getmək. Ora niyə? O hardan çıxdı? Mən istəyirəm öz atamın adını oradan şəxsiyyət vərəqimdən götürüm, siz atamın adını oraya yazın. Bax, Xosaxanov, Mehbalı, Qürbətov. Necə gözəl səslənir. Çox pis səslənir. Çox. Gülüm. Ver mən danışmaq. Dayan. Ha. Gəlin, gözləyirik, gəlin. Hə, yaxşı. Verişdən Qürbət müəllim, gəlirlər. onsuz da mən sizə lazım deyiləm. Olar mən gedim salona, saçlarımı düzəltdirim. Əlbəttə olar. Amma salona ehtiyac yoxdur. Getmək istəyirsən, get. Çox sağ olun Qürbət müəllim. Sağ salamat. Çatdın istəyibə, mən atamdan gör xahiş eləyəm. Ata, onlar sizdən bir xahiş eləyim. Rembo 1 çıxıb təzəlicə. DVD istəyirəm alın, mənə pul verə bilərsiniz. DVD qəşəng mənə. Gəlirlər, yaxşı danışın, yaxşı. Olur. Bəli. DVD-yə bir dənə mən üçün 50 manat verirsiniz. Gəldilər. Ata 45-ə ikinci əldə almaq olar. Yaxşı da alarsan. Müəllimin başına qatma da. Hamısını alarsan da. Danışmaq barəsində fikirləşin. Rembo vaxtıdır. Təzə çıxıb Rembo 1. Rembo 20 il əvvəl olub. Çox sağ olun. Sağ olun. Eşidirsən? Sağ olun. Qürbət müəllim məni işdən çıxartsa, mən Sandratda işləyəcəm. Eşitdin, sürücü nə dedim? 1000 manat maaş alır, çak-çukuda olur. Əslində əla işləyir. Mən də işləyərəm, bilmirəm. Prosta atasız qala biləcəm, qala bilməyəcəm. Bu mənim atamdır. Tanış olun mənim atamla. Deyirəm ki, atacan.
Sizin çayınızı üfləyib soyutmaq üçün istəyirəm. Özümə qəşəng silikon dodaq qoyduram. Yaxşı, gizləmə çay ver görüm bura. Çox yox, aşağı 05, yuxarı bir yerə. Gizləmə. Çəkirlər. Başlayaq. Hə, buyurun. Bizi də görürürsünüz də. Knopka basın. Sizə görə Qürbət müəllim kimdir? Mənə görə xanım Qürbət müəllim, xanım onlar üstə bir sual verin. Bu kişi şalvarı sizdən neçə olar? 25-30 manat. Bəli, tamamilə doğru. Düzdür, o şalvarın qiymətinin o qədər əhəmiyyəti yoxdur. Əsas o şalvarı giyinən insan önəmlidir də, yəni o mənada. Bu kişinin sayəsində biz o şalvarı geyinmişik. Bu belə bir gözəl şəxsiyyətdir. Bəli. İmkan ver, mən də bir söz deyim də. Şimdi yanında görsən mən danışıram da. Bu cür xeyirxah insanın işçisi olmaq necə bir hissdir? Biraz da bu haqda danışaq. Xanım, işçi nədir? Siz nə danışırsınız? Xahiş edirəm, belə suallar verməyim. Mən onun oğluyam. Qürbət müəllim, Ataş bəy sizin oğlunuzdur. Yox, yox, xanım. O demək istəyir ki, yəni aramızda bizim doğmalıq var. Onu demək istəyir, hə? Mən üzrüysəm xanım, bunun efir təcrübəsi biraz azdı ola bilər. Kamera görüb həyəcanlanıb, hə. Amma o mənim atamdır. O burada səhv elədi. Bana təsəvvür elə xanım, o küçədə divara yazırlar, bura Zibil atanın atası belə nöqtələr qoyurlar. Mən inanırsan ki, o Zibil atmağa qorxuram ki, birdən söz mənim atama gedər. Ay, yaxşı. Ay xanım, xahiş edirəm, onun oraları kəsərsiz. Sizdən də xahiş edirəm, bu müəssisəmiz haqqında sorğu-sual eləyək də. Qürbət müəllim çox təvazökarsınız. Siz işçilərinizə necə diqqət və qayğı göstərirsiniz ki, onlar sizi tərifləməkdən doymurlar. Hətta siz qapınıza gələnləri əliboş, təkrar edirəm, əliboş geri qaytarmırsınız. Sən bu bizim işə girir. Xanım, çox xahiş edirəm, hər öz işi ilə məşğul olsun. Bəli. Çox zarafatçılsınız. Qürbət müəllim, sualım sizədir. Bu cür incə ürəyə, ruha sahib olmaq, bu cür xeyirxah işlər görmək necə bir hissdir? Xanım, bu kişi belə yaltalıqları sevmir. Bəli. Ya normal sual verin, ya da durun çıxın gedin buradan. Bəli. Yox. Heç dəxli var. Bu cür xeyirxah insanı tərifləyərlər də. Siz işimizə qarışmayın. YouTuber, tamam çıxın bayrağa. Səni söndürün, davay. Yaprak burada. Yaprak batın dağda da. İtol etadi. Ondan sonra 5 tane etadi. Ondan sonra 5 bir sene